Deməli uşaqlar, mövzumuz kimyəvi rabitədir. 7-ci sinifləri saymasaq, bütün bu il 8-i bitirənlər də daxil olmaqla hamının azdan çoxdan anlayışı var kimyəvi rabitə ilə bağlı. Məsələn, biz həmişə bir misal göstəririk şagirdlərimizlə. Köhnə yay dərslərinə qoşulanlar da bilirlər ki, rabitəni necə izah edirdik? Məsələn, deyirəm, bir budaqdır. Biologiya dərsində yəqin qulaq asıbsınızlar. Budağa yarpaq necə birləşir? Məsələn, Nərgiz deyə bilərsən, nə ilə birləşir? 4-cü qrupsan da. Nədir bu? Yarpağın saplağıdır, elə deyilmi? Bilirsiniz ki, yarpaq saplağı ilə budağa birləşir. Bəs rabitə nədir? Rabitə də atomları bir-birinə bağlayan o saplaq rolunu oynayır. Məsələn, deyirəm, H2O molekulu yazıram, H2O. Burada hidrogen, oksigen atomuna nə şəklində birləşir? Rabitələr vasitəsilə birləşir. Onda gələn dəfə sizə, məsələn, ad çəkəcəm ki, Elmir, rabitə nədir? Deyəcəksən, müəllim, rabitə molekulda atomları bir-birinə bağlayan qüvvələrin cəmidir. Aydındırmı? Rabitənin tərifi bəzən nəzəri sualların içərisinə düşür. Sonra, kimyəvi rabitənin yaranması və təbiəti qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədar. Bu cümlə nə deməkdir? Məsələn, burada bəzi şagirdlərimiz var, keçən dərs qoşulublar onlayn dərslərimizə. Onlarla biz atomun xarici elektron təbəqəsi haqqında məlumat danışdıq. Səsləri bağlayım, uşaqlar, xışıltı gəlir. Bir dəqiqə, bəzi səslər açıqdır. Aha. Biz orada uşaqlarla dövrü qanunundan, atomların xarici elektron təbəqələrindən danışırdıq. Məsələn, deyirəm, tutalım litium elementi yazıram. Litiumun bilirsiniz ki, 3 dənə elektronu var. Bunun açanda 1s2, 2s1 şəklində olur. Xarici elektron təbəqəsi dedikdə, hansı ki, bu 2s-də olan elektron nəzərdə tutulur. Və biz deyirdik ki, əksər elementlər, yəni metallar, bu xarici təbəqəsindəki elektronları verərək özlərini nəyə çatdırırlar? Məsələn, Gülay, buradasansa sən bizə biraz məlumat ver. Tutalım ki, bu litium 3 dənə elektronu var. 1s2, 2s1-dir. Həmin bu bir elektronunu verəndən sonra bunun nəyi qalır? 1s2 vəziyyəti qalır da, 2 dənə elektronu qalacaq. Bəli. Bu səncə özünü oktetə tamamlamış olar, yoxsa dubletə? Bax, bu haqda deyəsən ki, müəllim, bəlkə də heç deməmişsiniz falan. Və bu sırada mən istəyirəm, Aygül var burada, Aygül qızımız bu il 8-ci sinifi bitirdi. Aygül bizə bir məlumat versin ki, oktet nə idi, dublet nə idi? Necə yadda saxlayır? Mən oktet 8-lik idi, elə bil NS2 MP6 olur, amma dublet NS2 olur. Burada elə bil özünə heliuma oxşadır. Ay, sağ ol. Görürsünüz uşaqlar, bax Gülay, sən 11-ci sinif atlayırsan, yəni onu bitirdin də. Aygül də 8-i bitirdi. Bu bilirsiniz nə misal göstərirəm? Yəni orta məktəbdə şagirdin müəllimindən, şagirdin o demək deyil, mən əlayam Aygül belə deyək də, kənarda yox. Aygülün digər şagirdlər arasında fərqlənməyinə baxın ki, o 8-ci sinif olanla okteti, dubleti o qədər gözəl izah edir ki, yoldaşlarına. Yəni bizim neçə dəfə açıq dərsimiz, belə deyək də, direktorun dərs dinləməsi falan olub. Aygül sanki mənim yerimdə izah edir. Çünki çox diqqətini fokuslayaraq qulaq asmışdı. İndi gör nədir də Aygülay, bax. Deyir ki, müəllim, burada litium. Deyir, axırıncı o 2s1-ni verəndən sonra 1s2 vəziyyətinə düşür, ha, Gülay. Bu 1s2 vəziyyəti özünü nəyə oxşadır? 2 dənə elektronu olan element hansı idi? Təsirsiz qaz olaraq. Helium. Bəli, helium oxşadır. Heliumu oxşatdığına görə bu artıq dublet qanunu adlandırılır, dubletə çatdırırdı. Amma məsələn deyirəm, burada bilmirəm Aytən burdadır yoxsa yox. Aytən dilim dolaşdı. Aytən həmişə bunu deyirdi. Aytən. Bax flor 9-dur da. 9-u açanda necə açılır? Bir də görüm. 1s2, 2s2, 2p5. 2s2, 2p5. Və qoy bir S2-sini yazın. Kimdir o? Esra, kimdirsə Esra, sən kimsənsə belə xəttlər çəkirsən, eləmə qızım. Deməli, bax, florda uşaqlar, xarici elektron təbəqəsində nə qədər elektron var? Aytən. Xarici təbəqədə. 7 dənə. 7 dənə. İndi səncə bu, özünü təsirsiz qaz olaraq, salam, özünü təsirsiz qaz olaraq 2 dənə elektronu olan heliuma çatdırmaq istəyər, yoxsa 10 dənə elektronu olan neona, hansı ki neon nə demək?
Bəli, 2s2, 2p6 deməkdir də. Bunu biz məsələn Aygülgün təzə çıxan kitablarında o qədər qəşəng yazılmışdı ki, izahı. Yəni belə əslində sizinlə izah eləyəndə çox dərinliyinə getmirik, amma dərindən biləndə heç vaxt yaddan çıxmaz da. Aytən. Bax, burada sən deyirsən ki, müəllim, üstlərinin cəmi 7-dir. Bunun bir var 7 dənəsini verib 1s2 halına gəlsin, qayıtsın. Bir də var elə bir dənəsini alıb özünü təsirsiz qaz olan neona çatdırar da. Deməli, flyor burada artıq səncə dubletə tərəfdar olacaq, dublet qanunu ödəyəcək, yoxsa oktet qanunu ödəyəcək, Aytən? Oktet 8-lik deməkdir. Yəni, axırı, bax, 2s2, 2p6, 8 deməkdir də. Bayaq nə dedi? Nə idi qızımızın adı? Aygül nə dedi? Dedi 2s2, ns2, np6, eləmi? Bax, belə olanda üstlərinin cəmi neçə eləyir, Aytən? 8 eləyir. 8 olanda olur oktet, amma 1s2-dəki kimi qalanda olur dublet. İndi bu hansına uyğun gələcək flyor? Flyor. Oktetə də. Oktetə. Oktetə. Üstərin cəmi 8 olaraq Aysel oktetə. Deməli ki, uşaqlar, bəzi, bax bir də təzədən yazam, litiumu yazmışdı, bir də flyoru yazmışdı. Litiumu demişdik ki, 3 dənə elektronu var. Bu özünü deməli dubletə çatdırdı. Bir dənə bax 1s2, 2s2, 1s2, 2s1 idi. Aytən. Bunu verdi, oldu. Hansı qanun? Dublet qanunu. Dubletə çatdırmaqla, dublet qanununa uyğunlaşdırmaqla özünü təsirsiz qaz halına saldı da, heliumu oxşatdı. Flyor 9 isə dedin ki, müəllim, 2s2, 2p5 idi, üstlərinin cəmi 7 eləyir. Bu birini udaraq, birini alaraq, eləmi? 2p6 halına gətirməklə özünü oktet halına saldı, yəni təsirsiz qaza oxşatdı. İndi hər iki halda da, Aytən, hər iki halda da, həm dubletdə, həm də oktetdə atom özünü nəyə bənzətməyə çatdırır? Özünü təsirsiz qaza oxşatmağa çalışır. Aydındır? Bax, burada nə yazıb? Deyir ki, kimyəvi rabitə əmələ gələrkən oktet bəzən də yazıb dublet. Niyə bəzən dublet yazıb? Çünki litiumdur falan, bunlarda dublet olur da, verəndən sonra 2s2 halına gəlir. Dublet qaydasına əsasən atomların xarici energetik səviyyələri, bax, oktetdə 8-ə çatdı, axı ns2, np6-ya tamamlandı. Və bu zaman atomlar təsirsiz qaza oxşadıqlarına görə daha davamlı halda olurlar. Onda sənə gələn dəfə sual verəcəm. Məsələn, digər yoldaşlar. İndi o bir uşaqların adlarını tam bilmirəm, ona görə bildiyim uşaqların adlarını çəkirəm. Bax, birinci sualımız o olacaq ki, rabitə nə oldu? Elmir deyəcək ki, müəllim, atomları bir-birinə bağlayan qüvvələr cəmidir. Sonra deyəcəm ki, rabitənin yaranmasında mahiyyət nədir? Uşaqlar, rabitənin yaranmasında mahiyyət odur ki, atomlar daha davamlı hala keçir. Bu da necə izah eləyəcək? Deyəcək ki, bəzi atomlar özünü oktetə çatdırır. Oktet, Aygül də deyəcək ki, mənim oktet mən bilirəm nədir? Axır ns2, np6 deməkdir. Üstlərin cəmi 8 eləsin. Məsələn, bayaq göstərdik, flyor, xlor falan bunlar oktet idi. Bir də bəzi atomlar özlərini dubletə çatdırırdılar. Dublet nə deməkdir? Dublet də axırı ns2 deməkdir. Yəni, bu özünü nəyə çatdırır? Heliuma çatdırır. Aydındır? Bu da belə. Bunu bildik. Sonra keçirik, əlavə nə öyrənirik? Deyir ki, uşaqlar, keçən dəfə dövrü qanun dərsini keçdiyimiz uşaqlar da bilir ki, rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronlar deyəcək. Valent elektronlar, görüb kimdir bura yazır? Bircə dəqiqə yazmayın, zəhmət olmasa mesaj yazırsınız, fikrim dağılır. Aha, deməli, oxuya bilmirəm çünki həm də orada yazdığımızı fikrimi fokuslayamıram. Deməli, nə deyirdik? Valent elektronları nədir uşaqlar? Deməli, məsələn, bayaq flyoru 9-u yazdıq. Flyor 9-un axırı nə oldu? 2s2, 2p5 oldu. Elə deyilmi, Elmir? Axırıncı təbəqədə olan elektronlara biz nə deyirdik? Axırıncı təbəqədə onun hansı ki qrupunu göstərir də. Orada olan elektronlara biz deyirik valent elektronları. Niyə valent elektronlar deyirik? Çünki onlar rabitə yaranmasında əsas rol oynayan elektronlardır. Və yaxud da bir sual verim. Kimə sual verək burada? Leyla buradadırmı, Leyla? Qara yazdan Leyla. Məsələn, deyirəm, bor. Hə, qızım. Bax, borun 5 dənə elektronu var, salam. 1s2, 2s2, 2p1. Səncə bunun valent elektronları nə qədər olar, Leyla? Valent elektronları yenə deyirəm, axırıncı təbəqədə oturan elektronlara deyəcək. Neçə elektron olar? Neçə valent elektron olar, Leyla? 3 dənə. Bəli, 3 dənə valent elektron olacaq. Bir də təkrar edirəm, axırıncı təbəqədə oturanlara valent elektronlar deyəcək və valent elektronları uşaqlar rabitə yaranmasında iştirak edən elektronlardır. Yəni borun
deyəcək məsələn bor 3 valentlidir. Niyə? Çünki onun valent elektronların sayı 3-ə bərabərdir. Aydındırmı? Sonra indi keçirik nəyə uşaqlar? İndi qabaqki dərsimizdə öyrənəcək ki, fon elementləri var. Flördür, oksigendir, azotdur. Bunların belə deyək də maksimum valentliyi onların valent elektronlarına üst-üstə düşmür. Baxırsınız məsələn flördə aytın deyirsən ki 7 dənə valent elektronu var, amma flör hesab 7 valentli ola bilmir. Amma bunu xlor üçün yazsam, xlor bilirsən sıra nömrəsi 17-dir. Açanda olur 1s2, 2s2, 2p6, 3s2, 3p5 elə. Xlorun üstlərinin cəmi sonuncu təbəqədə olan elektronların cəmi 7-dir. Valent elektronu 7-dir. Elə valentliyini biz 7 halında götürə bilərik, yaxşı. Amma fon elementlərini istisna olaraq bundan rabitədən bir əvvəlki bölmədə uşaqlar öyrənirlər ki, üst-üstə düşmür. Keçirik indi, yenə deyirəm. Salam. Burada öyrəndiyimiz əsas cümlələrin altına bir də xətt çəkirəm. Rabitənin anlayışı, rabitənin mahiyyəti, yəni daha davamlı hala keçməsidir. Bir də uşaqlar, rabitənin indi öyrənsiniz tipləri var. Bu tiplərin uşaqlar birinci kovalent rabitədir. Bu gün ondan danışacağıq, sonra hibridləşmə. Bunların içi daha böyükdür kovalent rabitəni. O haqqda danışacağıq. Kovalent rabitə birinci növüdür. Sonra ion rabitəsi var, metal rabitəsi var və hidrogen rabitəsi var. Bu ilki 8-ləri bitirən uşaqların hamısı yeni kitablardan keçənlər belə bu mövzular haqqında anlayışı var. Elə deyilmi Aygül? Keçir indi kovalent rabitə. Amma siz Aygül, sizin kitabda kovalent rabitənin növləri haqqında məlumat yox idi. Çünki bunu siz qabaqki siniflərdə öyrənəcəksiniz. Üzünüzə gələn 9-da 10-da keçəcəklər. Kovalent rabitənin uşaqlar yaranma mexanizminə görə, nəyinə görə? Yaranma mexanizminə görə. İki növü var. Mübadilə mexanizmindən yaranan kovalent rabitə var, mübadilə. Bir də donor-akseptor mexanizmindən yaranma var. Əvvəla kovalent rabitə haqqında, bax bu üçün üstünə xətt çəkəcəm, çünki 5-ci gün keçəcəm. Kovalent rabitə haqqında bunu deyə bilərik ki, kovalent rabitə uşaqlar qeyri-metalların arasında olur. Qeyri-metal atomlarının arasında olur. Bir dənə nümunə yazıram. Bax, məsələn, natrium xlor. Sizcə burada kovalent rabitə olar, yoxsa ion rabitəsi olar uşaqlar? İon rabitəsi. Bəli, çünki metalları, qeyri-metalları seçə bilirsə aranızda, asanlıqla deyə bilərsiniz ki, mənim metal və qeyri-metal olanda iondur. Amma mən kovalent rabitə üçün nə yazdım? Qeyri-metal arasında olmalıdır. Uşaqlar, kovalent rabitəni məsələn göstərəndə tutalım yazıram flör, bir də flör bir-birindən əlaqəyə girmək istəyir. Burada proses necə baş verir, onu izah edeyim sizə. Flörün bayaqdan yoldaşlarımız açır 9 dənə elektronlu ki, mənim 1s2, 2s2 axırla. Həmişə uşaqlar, rabitə söhbətində valent elektronlarına baxırdı. Qabağını yazmağa ehtiyac yoxdur. 2s2, 2p5 yazıram. Flörün burada, yenə deyirəm, əvvəlki dərsi keçənlər bilirlər ki, orbitallarını çəkirəm, aşağı yuxarı elektron. P-də də bilirsiniz ki, 3 dənə orbital olur. Neçə dənə elektron var? 5 dənə. 5-i necə açırdıq Elmir? 1 yuxarı, 2 yuxarı, 3 yuxarı, 4 aşağı, 5 aşağı. Elə deyilmi Elmir? Burada nə qədər tək elektronu qaldı? Cütləşməmiş tək neçə elektronu qaldı uşaqlar? 1 dənə. Bəli. İndi flörün o sonuncu təbəqə var, 2s2, 2p5. Orada olan elektronlarını belə ətrafına düzürlər. Bax, ikisi buradadır 2s2-də, ikisi buradadır. İkisi buradadır. Bax, o xanalardakını sayıram. İkisi burada, ikisi burada, ikisi burada. Bir dənəsi tək qalır. Bəli, kimdir danışan? Adını desin, görüm, qeyd edeyim özümə. Biri də tək qalır. Mən Aygül. Aygül, sənsən? Seçənmədim bu dəfə səsini, uşaq çoxalıb deyə. Hə, bax, burada bir dənəsi tək qalır. Aysal. Eyni proses o biri flör üçün də. Bax, çəkirəm, deməli. Eyni şeydə flörün açıqlaması 2s2, 2p5-dir. Bir dənə təki qalır. Və bu təklər arasında uşaqlar yaranan rabitəyə biz nə deyirik? Kovalent rabitə deyirik. Kovalent rabitəni elektron cütü, yəni nöqtələr şəklində göstərirlər. Qoşa nöqtə də göstərə bilərlər, xəttlə də göstərə bilərlər. Aydındır mı? Və kovalent rabitənin növləri var. İndi səhv etmirəmsə sizdə də var idi, Aygül, kovalent rabitənin növləri təzə çıxan dərslikdə. Qeyri-polyar kovalent rabitə var, bir də nə var? Polyar kovalent rabitə. Yadıma sal görüm sizin dərslikdə var idi mi təzə çıxan kitablarda? Polyar və qeyri-polyar. Bəli, var idi, adlar tanış gəlir var idi. Axırlardaydı özdə. Yox, deyəsən yox idi, amma testinizdə var idi. Mən onu əlavə yazdırmışdım deyəsən. Bilməliyim, yox idi. Hə, onlar elə bil olimpiyadaya hazırladı. Aygül bizim olimpiyadadan yaxşı bal 75% bal yığan şagirdimiz. Ona görə biz əlavə kitablardan işləyirdik.
Ola bilər əlavə demişəm Aygül. Mənə elə gəlir kitabınızda yox idi. Qeyri-polyarla polyarı biz necə fərqləndiririk uşaqlar? Qeyri-polyar, amma yəni hal-hazırdakı 8-lər imtahan verəndə onlara lazım olacaq. Ona görə diqqətlə qulaq asın. Qeyri-polyarı biz necə yadda saxlayırıq? Köhnə uşaqlar bilirlər. Biz buna nə deyirik? Qeyri-paxıl deyirik. Paxıl. Bu burada olan belə deyək, elementlər arasında paxıllıq olmayacaq. Polyar sözünü isə biz paxıl olaraq yadda saxlayırıq. Yəni paxıllıq olacaq. Nümunə yazıram. Baxın yazıb bayaq yazdığımız flor arasında. Eyni elementlərdir uşaqlar. Bunlar arasında heç bir paxıllıq olmadığına görə burada hansı tip olacaq? Qeyri-polyar kovalent rabitə tipi olacaq. Amma mən H-la floru əlaqələndirəsi olsam, ayrı qeyri-metallar olduğuna görə bəli, paxıl, yəni polyar kovalent rabitə olacaq. İndi baxaq görək nə yazıb bura. Burada yazıb ki, bax, dövrü qanun dərsinə, yəni bundan bir qabaqki dərsi öyrənən uşaqlar elektromənfiliyi bilirlər. Bilirsiniz ki, elektromənfilikdir, qeyri-metallıqdır, iyonlaşma, hamısı eyni anlayışdır da, elektron azgözlüyü belə deməkdir. Elektromənfiliyi eyni olan, yəni söhbət eyni elementlərdən gedir. H, flor, xlor. Görürsünüz, ayaqlarını 2 yazmaq o deməkdir ki, xlorla xlorun əlaqəsi, məsələn, azotla azotun əlaqəsi, deyir, eyni olan qeyri-metallar arasında yaranan rabitə qeyri-paxıldır, yəni qeyri-polyardır. Aydındır? Buradakı şəkillər falan sizə çox da ehtiyac yoxdur. Sadəcə qoy bu şəkli izah edeyim. Məsələn, xlorun açıqlaması, baxın, xlorun 17 dənə elektronu var. Təzə keçən 8-lər də bilirlər. 17-ni, məsələn, kimdən açmaq? Burada görüm kimi tanıyıram başqa. 53 nəfər oldu. Ayan Qarayeva. Ayan bilirsən, 17-nin açılışını bilirsən? Elektronların açılışını. Yox. Sən bilirsən. Mən bilirəm. Desin, kim bilir desin. Adda, burada girib baxamıram adlarınızı. Dərslərinizi bir-birinizə oxşuyun. Mən də bilirəm. Deyin, kim istəyir desin. 1S2, Aha. 2S2, Aha, 2P6, aha. 3S2, Ses 2. 3P5. 3P5. Aha, sənin adın nədir? Əsra. Əsra. Hə, ay sağ ol Əsra. 3S2, 3P5. İndi Əsra görürük ki, burada xlorda, məsələn, çəkirəm. 1, 2, yuxarı aşağı bu doludur, eləmi? P-də də 3 dənə orbital idi. 1, 2, 3, bəli, 4, 5. Bunun da bircə dənə nəyi var? Təki var. Bax, bu xlorla o biri xlor əlaqələnəndə, yenə bayaq Aygüllə açmışdıq, dedik nöqtələr düzdük sağına, soluna, yuxarısına. Amma burada bir dənə tək qalıb, digər xlorun da bir dənə təki qalıb. Bunlar arasında rabitə yaranır. Rabitə yarananda, gəlin hər ehtimal o birisi nöqtələrini də qoymuşaqlar. Bax, bu 3S2-dəki 2 nöqtəsi, bu 3P xanasında olan cütü, bu da aşağıda olan cütdə bu biri cütünü çəkdim. Yaxşı mı Əsra? Yenə eyni şeyə bax, cütün biri budur, biri budur. Bəli. Sən açdığında da o cütləri burada çəkmişəm. Rabitə yarananda nə baş verir? Rabitə yarananda ümumi elektron cütü yaranır. Bax, bu 2 var ha, 2 dənə belə xətt çəkmişəm. O, hər ikisi üçün də keçərli bir xətt. Yaxşı. İndi Əsra, diqqətin burada olsun. Bax, bu xlorun neçə nöqtəsi olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu xlorun da 8-dən olacaq içində. Bu biri xlorun da 1, 2, 3, 4, 5, 6, 7, 8. Hərəsi özünü 8-ə tamamladı elə. Səncə oktet oldu, yoxsa dublet oldu Əsra? 8-ə tamamlamaq oktet oldu. Oktetə çatdırdı. Və oktetə çatdırdığına görə biz dedik ki, yəni 8 nə deməkdir? Məsələn, xlor özünü nəyə çatdırır? Birini alır, 18 olur da argon təsirsiz qaz olaraq arqona özünü çatdırır. Təsirsiz qaza çatdırdığına görə bu daha davamlı, daha dayanıqlı hala gəldi çıxdı. Və eyni elementlər olanda, uşaqlar, baxın, xlorla xlor eyni elementdir də. Burada yaranan cüt var ha, ortaq cüt. Bu hər ikisinin ortasına düşür, simmetrik düşür. Nə bu öz tərəfinə çəkmir, nə də bu öz tərəfinə çəkmir. Bu sizə məncə aydın oldu. İndi keçirəm Əsra ilə H-la xlorun rabitəsinə baxmağa. Əsra, H-ın bir dənə elektronu var. Olur 1s1. Şəkil olaraq da çəkirəm bir xanaya bir elektron. Elə deyilmi Əsra? İndi yenə xlor 17-ni daha şəkil olaraq çəkmirəm. Necə yazıram? 3s2, 3p5. Bayaq sən də dedin ki, ay müəllim, axırda nəyi var idi bunun? Bir dənə tək qalmışdı da. Elə bunlar cütləşmişdi. 2, 4, 5. Hə, bir dənə təki qalmışdı. Əsra, indi bunlar əlaqəyə girəndə bunların təkləri bir-birindən əlaqə yaradacaq, elə deyilmi?
indi qoy nöqtələrlə Bəli. qeyd edək. Hidrogen zaten varı yoxu, bir dənə elektronu var. O da elə rabitəsinə sərf edib. Xlorun isə cütlərini buradan düzürəm. İkisi burada, ikisi burada, ikisi burada, biri də burada. Bu zaman Dənə uşaqlar, bu zaman diqqətiniz burada olsun. Hidrogen özünü nəyə çatdırır Əsra? Oktetə yoxsa dubletə? Yəni Dubletə. dubletə. Dubl, elə dubl 2 deməkdir də, dubletə. Xlor özünü neçə çatdırır? 8-ə, yəni oktetə çatdırır. Oktet. Bəli. Hər ikisi də özünü təsirsiz qaza oxşatdığına görə, bayaq girişdə bir xətt qoymuşdum. Rabitənin yaranmasının mahiyyəti nədir? Özlərini təsirsiz qaza oxşadıb daha dayanıqlı, bəli, daha davamlı hala gətirirlər. Gülyaz buraları xəttləmə zəhmət olmasa, xətt çəkdin yaşlı rəngdə. Sonra nə deyəcəkdim? Bax, bu xəttləri silim burada. Nə deyəsiydim? Burada indi uşaqlar, bax, hidrogen ayrı bir element, xlor ayrı bir elementdir. İndi gələcəkdə siz öyrənəcəksiniz ki, xlorun elektromənfiliyi, belə deyək, xlorun gücü, lora dilində desək, qeyri-metallıq gücü, hidrogendən güclü olduğuna görə bu elektron cütü var ya, ortaq. Qoy başqa rənglə işarələyək. Ay Esra, eşidirsənmi? Bax, bu ortaq cüt var ha, ortaq cüt. Bax, bunu xlor özünə tərəf çəkmiş olacaq. Sanki mən şəkli simmetrik çəkmişəm, amma səhv eləmişim. Şəkil bilirsən nə formada olacaq? Xlora daha çox meyilli. Yəni, xlor özünə tərəf daha çox çəkəcək bunu. Yaxşı? Bunu demək istəyir. Yəni, burada paxıllıq hissi olacağı üçün bu olacaq polyar, kovalent rabitə. Amma bayaq səndən çəkdiyimiz xlor-xlor eyni elementlər olduğuna görə, paxıllıq olmadığına görə nə olmuşdu? Qeyri-polyar olmuşdu. Bu qədər. Keçək görək burada nələrdən danışılır. İndi buna baxın uşaqlar. Biz elə bayaqdan arasına bir xətt çəkilən elementlərə baxdıq. H-H-a baxdıq, xlor-xlora baxdıq. Gəlin indi oksigenə baxaq. Oksigendə, gəlin oksigeni açaq. 8 dənə elektron var. Qoy görüm kimin adını çəkirəm. Əsradan başqa. Akşin bilirsən sən? Akşin 10-cu sinif. Kimdir o bayaq müəllim deyən? Aygül səni səsə bağlayın. Müəllimə mən deyim. Kimdir? Adını de görüm. Ülvi. Ülvi de. Sən Ülvi, neçənci sinifsən? Elə bil keçən il aşağı sinif idin. Neçənci sinifsən? Mən 9. 9-a keçirsən? 9. Denəm Bəli. Ülvi. 8 dənə elektron necə açarıq? 1 2 2 2 Aha. 2p4. 2p4. İndi gəl bunu kubların içinə yığaq. Bilirsən ki, söhbət rabitə dərsini başlayanda nə dedim? Valent elektronlardan gedir. Axırıncı təbəqəyə baxırıq, eləmi? Burada 2 dənə elektron, 1, 2. Ülvi P-də neçə dənə orbital olurdu? Neçə xana olurdu P-də? 3 xana olurdu, elə? 1 elektron, 1 elektron, 3 elektron, bu da 4 elektron. İndi görürsən ki, oksigen neçə təki var? 2 dənə təki var. Bu oksigenlər ikisi də bir-birinə əlaqə girəndə, bax, bir də təzədən çəkmirəm də, vaxtımız getməsin deyə. Hər birinin təkləri, bax, oksigenlə oksigen yaxınlaşırlar, ayıldı, eləmi? Bax, gördün ki, oksigenin, bax, cütlərini bölündən yazıram. Deyən görüm, 1, 2. 2 dənə cütü buradaydı. Sonra 2 dənə cütü yuxarısından çəkim. 2 dənə tək qaldı, elə deyilmi, Ülvi? Təklərini çəhra əleyhinə çəkim. Birini buradan çəkirəm. Birini buralardan çəkim. Cüt deyil ha, bu tək çəkdiyim. Yaxşı? Yanaşı qoymadım. Aralar qoydum. Təklərini aralar qoydum. İndi o bir oksigen üçün eyni şeyi çəkirəm. Cütü var. 2s2-dəki cütünü bura təpəsinə yazdım. 2p-də olan bir dənə cütü var idi. Onu da bu tərəfinə yazıram. 2 dənə təki qaldı. Təklərini də görüm rəngi dəyişək. Təklərini də birini bura qoyuram, birini aşağılardan qoyuram. Bu zaman neçə dənə təki var? 2 dənə təki var. Bax, bununla bunun arasında rabitə yaranır, bununla da bunun arasında rabitə yaranır. Deməli, elementin valent elektronlarını açandan sonra uşaqlar, görürsünüz, nə qədər tək elektronu varsa, rabitə yarananda da o tək elektronlar işə keçir. Yaxşı? Görürsən, burada oksigenin arasına ona görə 2 dənə xətt qoymuşuq. Azotda, azotun 7 dənə elektronu var. Kim deyər Ülvidən başqa, digər yoldaşlar? Mən. Adını görüm, Əsrasən? Aygül. Aygül yox, sən demə. Sənin səsini eşitdik bayaq. Mən deyim. Adın nədir? Fidandır. Fidan desin. Mən deyim. Fidan Mən kimdir? deyim. Fidan. Mən. De görüm Fidan. 1s2, 2s2, 2p3. 1s2, 2s2, Fidan 11-ci sinifsən, elə deyəsən? 2p3. Mən. Doktor profili olan qızsan da. Burada deməli 4-cü qrupsan deməli. Deməli Fidan, burada 2s2-də bir yuxarı. Valent elektronlar. Valent elektronlarını açıram kublar şəklində. Neçə dənə təki var bunun azotun? 3 dənə təki var, yəni 3 valentlidir. Bəli, 3 var. Yəni o bir azotla da birləşəndə 2 azotun arasında 3 dənə xətt çəkmiş olacaq. Yaxşı?
Bəli, bu da belə. İndi keçirik uşaqlar nəyə? İndi test toplusundan işləyənlər bilir də, rabitə bölməsinin içərisində o qədər üzvü maddələrlə bağlı suallar var. Ona görə onlara da toxunacağıq indi biraz. Keçək o biri səhifəmizə. Müəllimə, hər zaman buradaydı. Həyəcanlamağı keçəcəyik. Yəni, Karbon. sən həyəcanlamağı dərsliyi keçməmişdin, elə Aygül? Əlavə keçmişdik onu deyə. Müəllim, elə siz bizə dediniz ki, tezdir o hələ, olmaz sizə hələ. Hə, keçmək. Başınız Bugün qarışır. keçəcəyik. Bugün keçmək. Yox, həyəcanlama burada deyil, dövrü qanundadır. Birləşmə ilə qarışdırmışam. Dövrü qanundadır, yox. Onu keçməyəcəyik. keçib qurtarmışıq müəllim. Hə, onu Yəni keçmişik. bu mövzunu keçmişik. Elə bu rabitə mövzuna keçməmişdən qabaq o bölmə keçirilməlidir Aygül. Narahat olma, ola bilər 9-cu sinif dərsliyinə salarlar bu il. Öyrənəcəksən. Tamam. Yaxşı, Akşin, narahat olma. Mesajını oxudum. Deməli, burada nə danışırıq? İndi baxın, bu bir üzvü maddədir. Üzvü maddəni də 10-11-lər bilirlər. Amma testlərdə lazımdır deyə deyəcəm. Baxın, nə sual düşür? Gül yaz, buraları xəttləmə zəhmət olmasa. Aha. Nə sual düşür? Deyir ki, məsələn, neçə dənə tutan polyar rabitə var, neçə dənə qeyri-polyar rabitə var. Bayaqdan dedik ki, bax, polyar paxıllar idi da. Paxıllar görək neçə dənə xətt var. Burada bir paxıl rabitə var, burada bir paxıl rabitə var. Elə deyilmi uşaqlar? Biri buradadır. Yəni müxtəlif elementlərin arasındadır. Biri buradadır, biri buradadır, biri də buradadır. Elə deyilmi Esra? 6 dənə polyar, yəni paxıl rabitə var. Bəs qeyri-polyar desək, qeyri-polyar eyni. Bax, bunlar görsən, Bir dənə. bəli, eyni elementlər deyil, bir dənə. Qeyri-polyarlar da oldu nə qədər? Bir dənə. İndi o bir uşaqlardan görək kim var burada bircə dəqiqə. Mən ad çəkəcəm. Çiçək var, çiçək. Çiçək desin o biri maddənin. Neçə dənə polyar, neçə dənə qeyri-polyar var. Çiçəkdə görüm. Bu hansı rabitədir çiçək? Polyar. Bu polyar, sonra bu Polyar. polyar, yenə polyar, yenə polyar. 4 dənə polyarımız var. Bəs qeyri-polyar nə qədərdir? Bunun hərəsini 2 dənə. bəli, 2 dənə götürəcək. Qeyri-polyar 2 dənə. Bunda deyilən çiçək 3 dənə qeyri-polyar var, eləmi? Mənim adım Nərgizdir. Nərgizdir, hə. 3 dənə qeyri-polyar var, 2 dənə nə var? Polyar rabitə var. İndi keçirik, baxın, burada bayaqdan danışmışıq, bu polyar kovalent rabitə. Bayaq dedikdə nədir polyar? Məsələn, paxıllar da H-la xlor arasında. Məsələn, sizə H2SO4 verib. Siz onu hardan biləsiniz ki? Burada polyardımı, qeyri-polyardımı? O səsləri bağlayım. Müəllim, açıb baxarıq da. Birinci S-i ortada yazarıq. Sonra qollara bölüb ayırarıq. Aha. Həm açıb baxarıq. Məsələn, tutan təzə qoşulanlar, təzə öyrənənlər bilmir də H2SO4-ü necə açmaq lazımdır Aygül. Aygül uşaqlar bilirsiniz nə deyir? Deyir, məsələn, H2SO4-ün açıq quruluşu var, qrafik quruluşu. HO yazırsınız, eləmi? 8-ci sinifdə bunları keçibsiz bu ilki uşaqlar. Digər 11-lər də bilir. O qalır. Onun bir də, müəllim, onun qolları o. Hə, yazıram, planşetin rutkası gec yazır, ona görə Aygül gəldi. Deməli, burada Aygül deyir ki, müəllim, açırıq qrafik olaraq görürəm ki, bunların hamısı nədir? Nədir bunların hamısı Aygül? Polyarlardır da, elə? Bunların hamısı polyardır, paxıldır. Polyardır, aysə, paxıldır. Digər birləşmələr də eyni şəkildə, yəni açıb baxmaq olar. Amma təzə öyrənən uşaqlar, məsələn, baxır buna, fikirləşir ki, müxtəlif qeyri-elementlər var da, yəni qeyri-metallar var. H var, S var, O var. Demək, burada qeyri-polyar olmaz, polyar olur. Adətən qeyri-polyar, məsələn, xlor 2, N2, ayaqları 2-2, 3-3-2-dən belə olanları götürürük də. S8, məsələn, P4, bax, bunları götürürük nə? Qeyri-polyar. Məsələn, kiminsə yadındadırmı S8-in şəkli? Bu ilki 9-lardan. Nərgiz, buradasan, səninlə keçmişəm onu. S8-in şəkli necə idi, Nərgiz? S8. Mənim məsələlərəm. Qara Mən yazdı. deyə bilərəm. Kim istəyir desin. Desin, kim istəyir desin. Elə bil ki 8 Ziqzaq bucağı. formalı. 8 dənə ziqzaq idi, elə? Bax belə, bu formada. Aha, bu danışan Ülvi sənsən? 1, 2, 3, Bəli. 4. Ülvi, səndə dəyişiklik xeyli var. Sən keçən sakit səsin də çıxmırdı. 3, 5, 6, 7, 8. Deməli, uşaqlar, S8-in şəklini çəkəndə görürsünüz ki, hamısı nədir? Ülvi, hamısı hansı rabitədir bunların? Polyar mənim. Polyar niyə? Polyar. Polyar niyə? Bunlarda paxıllıq var, hamısı küçüklərdir, gözlərini döyürlər. Qeyri-polyar. Qeyri-polyar. Hamısı qeyri-polyardır, yaxşı. Bir də məsələn fosfor çəkirəm uşaqlar.
Fosforun quruluşu, P4-ün quruluşunu bilən var? P4-ün quruluşu. P4 uşaqlar. Tetraeder. Bugünkü Bu da 4 dəfə zigzag. Yox. Bugünkü 9-u qurtaranlardan var aranızda. Bu il 9-u Piramida qurtaran. şəklindədir tetraeder. Bəli. 3 tane oldu. Aha. 3 dənə P yazırıq, ortaya da birini yazırıq. Uşaqlar, indi link atacaq, təzə link qoşacaq. Atacam, ondan qoşulursunuz. Yaxşı. Linkin müddəti 40 dəqiqəlikdir. Bu da P4-ün şəkli. Görürsüz P4-də də uşaqlar, P4-də aid suallar çox düşür. Uşaqların çoxu nə edirlər? Səsləri bağlı izahət olmasa, P4-ün şəklini çəkə bilmirlər deyə cavabı səhv götürürlər. P4-ü çəkdik, üçbucaq çəkdik, ortaya da birini qoydunuz, elə deyilmi? P4 yarandı və buradakı rabitələrə baxın. Neçə dənə görək rabitə var və neçə dənə elektron var. Kim deyir? Burada nə qədər rabitə var? Bax, qırmızıdan göstər. 1 rabitə, 2 rabitə, 3 rabitə, 4, 5, 6. 6 dənə. 6 dənə rabitə var, bəli. Bir də qırmızının üstünə xətt qoyun. Birinci rabitə, ikinci rabitə, üçüncü rabitə, 4, 5, 6. 6 rabitə var, uşaqlar. Və mən bayaq nə demişdim? Demişdim ki, hər rabitənin neçə dənə elektron yaradır? Bir rabitə yaranmaq üçün, bəli. Elə bil ki, o riyaziyyatdan qayda keçirsizdir. 2 nöqtədən bir düz xətt keçirir. Belə bir şey keçibsizmi riyaziyyatdan? O vaxt həndəsədə biz keçirdik. Hə, ona görə deyirsiniz ki, Parçaları birləşdirən, Ayşə, parça dərsində falan keçmiş olarsınız. Hər rabitəni 2 nöqtə yaradır deyən, cəmi burada 12 dənə elektron iştirak etmiş olur. Hətta bəzən uşaqlar, Aytən buradadırmı Aytən? Belə bir sual düşür Aytən. Deyir ki, bax, özü məsələ verir, yazır fosfor ayağına 15, eləmi? 15 proton olaraq yazır da. Sonra da belə bir sual verir. Deyir ki, fosfor molekulunun yaranmasında, bax, buradakı 4-ü silirəm ki, səni çaşdırmasın. Deyir, fosfor 15 mörtəzədə verib ki, biləsən ki, 15 dənə nəyi var bunun? Elektronu, protonu var da. Deyir, fosfor molekulunun yaranmasında iştirak edən elektronların sayı fosforun ümumi elektronlarının neçə faizini təşkil edir? Deyirsən ki, müəllim, fosforun molekul dediyinə görə P4-dür da, elə deyil mi Aytən? P4. Bəli. Görüm niyə yazmırıq da? Bir dəqiqə. P4-də Aytən nə qədər pozanı tutmuşam. Hə, P4-dür da, elə deyil mi Aytən? P4-də 4 vurulsun 15. Neçə elektron olacaq? 4 vurulsun 15. Əgər birində 15 dənəsə, 4-ündə nə qədərdir? 60. 60 dənə elektronu var. Yəni 60 dənə elektronu var. Biz də bayaq sağ tərəfdə yazmışıq ki, P4-ün yaranmasında neçə dənə elektron iştirak edir Aytən? P4-ün yaranmasında neçə elektron iştirak edir? 12. İndi sualda da bunu soruşur ki, deyir, P4-ün yaranmasında iştirak edən elektron sayı P4-ün özünün elektron sayının neçə faizini təşkil edir? Onda mən nə edərəm? 12-nə 60-a bölünür, 100-ə də vuraram. Burada da 100-dən 60-ı ixtisar edirik. Qalır bura 3, bura qalır neçə? 5. 3-dən də 12-ni ixtisar edirəm 4, olur 20. 20 faizini təşkil edir. Aytən, başa düşdün yoxsa yox? Bəli. Aha. Deməli, nə elədik? Bax, sual belədir, hətta topluluq sual var. Deyir ki, fosforun elə bir şəklini çəkməyə bacarmalıdır burada uşaq. Bilməlidir ki, fosfor P4, o ülvi mi deyir, deyir, mənim zigzag deyil.